Bir də doktor, indi mövsümüdür deyə daha çox evlərdə demək olar ki, elə bir ev yoxdur ki, mən düşünürəm ki, orada turşu olmamış olsun. Sən demə turşu çox faydalıymış. Yox, yox. Yalnız ağ kələm turşusu. Yalnız. İkinci elə turşu yoxdur. O çox gözəl. Malakanların elədiyi də. Malakanların elədiyi. Onu yəni Çuğundur, belə yer kökü, bir də kələm. qutardı. Çuğundursuz. Qutardı. Ağ kələm, bax onu. O həzmi yaxşılaşdırır, mədə kirəsini artırır, köpü götürür. Çox faydalıdır, yəni çox faydalıdır. Ona görə də turşu. Məsələn, mən Bəzi həkimlər deyirlər ki, turşu suyu için, turşu suyu için. Turşu suyu, məsələn, mən də deyirəm onu, nə vaxt içirsən, qurd xəstəliklərində deyirəm turşu, ləmbilyanın müalicəsində. Ləmbilyanın müalicəsində deyirəm turşu suyu için. Kələm turşu, o dediyin çuğundurur, nə turşu için. Ancaq təbii ki, yenə də deyirəm, məsələn, mən turşu yemirəm, turşu nədir? Duz yığınıdır, o kvaşinli kapsuda deyirlər ruslar onu, o kələmin o forma, yəni orada duz çox az olur. Sən duzu yeyirsən, səhərə qədər yanırsan, gecə yatdığın yerdə qayda sudan içirsən, sən nə xeyrin oldu? Nə xeyr oldu? Yatanmadın, neçə dəfə durdun, yuxudan pozuldun, gecə səhərə qədər böyrək işlədi, həzm sistemi işlədi, yəni, yox, hər şeyin təzəsi. Hər şeyin təzəsi.